Göz sahəsində təqribən 17 ildir çalışıram və bizim Azərbaycana məxsus, o bölgələrə məxsus bəzi şəxsi müşahidələrimi paylaşmaq istəyirəm. Keratokonus xəstəliyi, bilirik ki, buynuz qışanın incəlməsi ilə, qabarması ilə gedən bir xəstəlikdir. Bu özəlliklə Naxçıvan bölgəsində biz bunu daha çox görürük. İlk başda çox təəccüblənirdim. Niyə? Amma zaman keçdikcə bəzi müşahidələrim var və düşünürəm ki, çox böyük ehtimallı səbəb budur. Öncəliklə o bölgədə iqlimin quru olması. Bu ciddi şəkildə göz quruluğuna və allergiyaya gətirib çıxardır. Həmin insanların bir vərdişi olur ki, gözlərini tez-tez oxalayırlar və bilirik ki, keratokonusun ən önəmli düşmənlərindən biri gözü oxalamaqdır. İkincisi, qohum evliliklərinin olması. Elə olduğu zaman gen hovuzu genişlənmir və xəstəliklər daha sıx təkrarlanır. Özəlliklə Naxçıvan bölgəsində yaşayan vətəndaşlarımıza səslənmək istəyirəm. Əgər yaxınınızın, övladınızın göz nömrələri tez-tez dəyişirsə, dəyişən nömrələrə baxmayaraq görməsi yaxşılaşmırsa və görməsi getdikcə zəifləyirsə, mümkün qədər ən qısa zamanda ən yaxın göz həkiminə müraciət edin.